hər kəsə. Bu günləri öncəki videoda biz artıq şəkli təsvir etdik. Amma burada isə artıq 5 səhvlər var ki, tələbələr şəkli təsvir edərkən edirlər. Onun haqqında danışacağıq. Bəzi tələbələr düşünürlər ki, yazı yazmaq üçün və yaxud da ki, bir şəkli təsvir etmək üçün onların tək ehtiyacı olan advanced vocabulary, yəni ki, C1, B2 səviyyədə olan sözlərdir. Lakin bu, təbii ki də bəs eləmir. Burada bəzi nüanslar var ki, onlara diqqət etməlisiniz. Assuming facts, yəni ki, özünüzdən faktlar əlavə etmək, özünüzdən ideyalar əlavə etmək, hansı ki, bunlar şəkildə görünmür və yaxud da ki, bunlar bir fakt deyil. Bunlar sizin balınızı bilmədən aşağı sala bilər ki, məsələn, the woman is waiting for her husband cümləsi yanlışdır. Çünki siz bilə bilməzsiniz ki, bir qıraqda durub gözləyən qadın nə üçün gözləyir? Bəlkə sadəcə dayanır. Bunu bu şəkildə yazmağınız sizin balınızı avtomatik aşağı salacaq. Yaxşı olar ki, yazasınız ki, the woman is standing near a bus stop. Bu yetərlidir. Nə görürsünüz? Avtobus dayanacaqdır, qadın da sadəcə gözləyir. Ora əlavə bir məlumat əlavə etməyinizə ehtiyac yoxdur. Digər səhv nədir? Sadəcə bir cümlə ilə cavabı yekunlaşdırmaq. Bu, sizin ingilis dilinizin zəif olduğunu göstərir təbii ki də. Əgər sizə bir sual veriblərsə, deməli ona bir məsələn, fikrinizi bildirdiniz, səbəbini göstərin və edə bilirsinizsə nümunə də əlavə edin. Bu artıq 3 cümlə sizin üçün yetərlidir ki, göstərəsiniz ki, mən ingilis dilini istifadə edə bilirəm. Qısa cümlələrlə də olsa, 3 cümlə ilə olsa ifadə edə bilirəm özümü. Məsələn, there is a man in a park. Bu qısa bir cümlədir. Amma bir də buna baxın. There is a man sitting on a bench in a park. He is reading a book and several trees surround him. Bu daha detallı bir cavabdır və göstərir ki, siz bench'in sözünü bilirsiniz. Məsələn, kitab oxuduğunu present continuous tense ilə, yəni davam edici zamanla göstərə bilirsiniz və ətraf mühitdə izah eləyə bilirsiniz. Digər bir səhvimiz nədir? Eyni sözü bir neçə dəfə təkrar etmək. Bəzi tələbələr düşünürlər ki, 2 dəfə təkrar eləmək çox böyük bir səhvdir, bir faciədir. Belə deyil. 2 dəfə təkrar edə bilərsiniz. Amma artıq siz yazınızda bir sözü 3 dəfə, 4 dəfə, 5 dəfə təkrar edirsiniz. Artıq burada deyə bilərəm ki, bu təkrar sizin balınızı aşağı sala bilər. Bu halda nə edirsiniz? Sözləri sinonimləri ilə öyrənirsiniz və yaxud da ki, ailə qrupu şəklində öyrənirsiniz. Məsələn, deyək ki, beautifuldur, beautifully. Bunun adjective və adverb versiyasını öyrənin. Məsələn, succeed, nail olmaq. Bunun isim versiyasını, success. Bu halda siz bir sözü 5 söz eləyirsiniz və cümlə quruluşunu dəyişə bilirsiniz. Sözü də eyni şəkildə təkrar etməmiş olursunuz. Məsələn, nümunəyə baxaq. The man is sitting, the man is smiling, the man is drinking coffee. Neçə dəfə the man təkrar olundu burada? Gəlin dəyişək, cümləni connect edə bilərsiniz, birləşdirə bilərsiniz. Ya da ki, cümlə quruluşunu dəyişə bilərsiniz ki, sözü təkrar eləməyəsiniz. A man is sitting on a bench, he is smiling. Burada avtomatik əvəzi ilə əvəz edilir onu. While enjoying a cup of coffee. Bu şəkildə. Digər 4-cü səhvimiz nədir? Ətrafda ancaq olanları təsvir eləyirsiniz, amma hərəkətləri yazmırsınız, hərəkət haqqında yazmırsınız. Bu, başlıca sizin feil sözlərinin, yəni cümlə, belə deyim, vocabulary'nizdə feillərin əşkiliyindən qaynaqlanan bir şeydir. Məsələn, don't describe only objects deyəndə there is a woman and a laptop deyirik. Amma yaxşı olar ki, feil istifadə eləyək və şəkildə çox vaxtı daha çox present continuous istifadə eləməlisiniz ya da present simple. Yəni, davam edici zaman ya da sadə zaman. A woman is typing on her laptop while talking on the phone. Burada siz artıq 2 cümləni birləşdirə bildiyinizi deyirsiniz. Conjunction, bağlayıcı istifadə etdiyinizi göstərirsiniz və present continuous, indiki davam edici zamanı bildiyinizi və istifadə elə bildiyinizi göstərirsiniz. Fərq budur. Bu artıq sizin skorunuzu avtomatik yüksəldən bir şeydir. Və
ən sonuncu səhvimiz nədir? Cümlələri yazmaq, qrammatikanı yoxlamamaq. Yadınızda saxlayın ki, cavabınızı submit etməzdən öncə, cavabınıza daxil etməzdən öncə hər zaman qrammatikanızı, zamanları, artikelləri düzgün istifadə etmisiniz, bunu yoxlayın və həmçinin də düzgün yazılış formalarını, sözlərin düzgün yazılış formalarını da diqqət edin ki, bu kimi xırda məsələlər sizin balınızı aşağı salmasın.